Marnouli İmam Əli məscidinin axundu İmam Cümə Hacı Hacıyev Gürcüstanda və regionda baş verən gərginliklərlə bağlı ciddi xəbərdarlıq edib. Musavat.com məlumat verir ki, Hacıyev çıxışında bildirib, bizim Borçalıda, Qafqazda tariximiz 3000 ilə dayanır. Heç kim bizə deyə bilməz ki, siz öz vətəninizə gedin, bura sizin vətəniniz deyil. Biz Gürcüstanın hüquqi vətəndaşlarıyıq. Əgər Gürcüstanda Azərbaycanlılara qarşı şiddət halları davam etsə, əmin olsunlar ki, məmləkətdə, regionda elə bir xaos yaranar ki, bunun qarşısını nə hökumət ala bilər, nə sən, nə də mən. Qeyd edək ki, son günlər Gürcüstanda yaşayan Azərbaycanlılara qarşı təzyiqlər artıb. Marnouli Bələdiyyə Məclisinin sədr müavini Richard Giganinin oğlu Mamuka Gigani 19 sentyabrda şəhərdəki Melodi Şirniyyat mağazasında azyaşlı bir işçiyə şillə vurmuşdu. Hadisənin görüntüləri sosial mediada paylaşıldıqdan sonra Gürcüstan Daxili İşlər Nazirliyi məsələyə rəsmi reaksiya verərək Mamuka Giganini saxlamışdı.